Noyabrın 4 günlük istirahət günlərində gediləcək məkanların siyahısını sizinlə paylaşacağam. Əgər büdcə planlamanızda noyabr ayı üçün bu 4 gün üçün müəyyən bir pul ayırmışdınızsa, ortalama olaraq biz istirahət günlərində gecəsi 2 nəfər üçün 250 manat arası bir rəqəm ayırmalıyıq. Bu ola bilər daha az, bu ola bilər daha çox, hansı ki büdcə planlamanızda bu rəqəm sizə dəstək olacaq. İlk növbədə başlayacağım Qarabağ bölgəsindən. Xankəndində Ulos oteli tövsiyə edirəm, 140 manata münasibdir və yaxud da Palace oteli 190 manatdır. Əgər Zəngilanda qalmaq istəyirsə Ağalı oteli təklif edə bilərəm, 140 manatdır gecəsi. Gözəl Şəki zonasında Qala oteli var, gecəsi 100 manatdır. İstəsəniz Marxal otelə də gedə bilərsiniz. Bəli, burada isə qiymət bir qədər bahadır, 250 manatdır. Daha sonra gələk Şamaxa. Green Village otelində Şamaxda siz 250 manata qala bilərsiniz. Buranı da bəyənməsəz, Qəbələdə 7 Gözəl və Karvansaray otelləri də var. Onların da qiymətləri təqribən 150-250 manat arası olur. Əgər otel konseptini sevmirsinizsə, İsmailli və Qəbələ kimi ərazilərdə gözəl villalar da olur, kirayə verilir. Gecəsi 150 manatdan təqribən 350 manat arasında dəyişir qiymətləri. Gözəl baseyn olur, isti, hər cür təchizatla təmin olunurlar. Onları da araşdırıb orada gedə bilərsiniz. Böyük ailələr 2-3 ailə birləşib getməkləri sərf edir. Əgər sizin də seçdiyiniz, bəyəndiyiniz, münasib hesab edildiyiniz otellər varsa, onları da bölüşə bilərsiniz. Başqa izləyicilər də görüb onlarla maraqlana bilərlər. Hər kəsə noyabrda xoş istirahət günləri arzu edirəm.